Məhz bu evin satışını sizə təqdim etmək istəyirəm. Townhouse tipli bir evdir. Gördüyünüz kimi bura bunun həyətyanı sahəsidir. Bağça hissi. Əlbəttə ki, bura yerləşir Royal Park yaşayış kompleksində daxil olduğu evin içinə. Bura qonaq otağı və mətbəx studiyadır. Qeyd edim ki, ev ümumilikdə 140 kvadrat metrdir. 3 otaqdan ibarətdir. Aşağı mərtəbədə, yəni birinci mərtəbədə belə bir mətbəx, qonaq otağı və qarşısında teras bağçası var. Daha sonra belə bir camaşırxana otağı var burada. Belə bir sanitar qovşaq var burada. Bunlar sırf birinci mərtəbəyə aid olan hissədir və belə bir qardirob, dolab kimi bir yer var burada. İndi isə qalxaq ikinci mərtəbəyə. Buradan qalxırıq evin ikinci mərtəbəsinə. Bir daha qeyd edeyim, 140 kvadrat metr, 3 otaqdan ibarət townhouse tipli 2 mərtəbəli ev, qarşısında da bağça olan hissə. Royal Park yaşayış kompleksində yerləşir. Bu ikinci mərtəbədə olan qardirob şkaf. Royal Park yaşayış kompleksi isə yerləşir Yaşama rayonunda, Hasan xidmətinin arxasında. Bura isə bir yataq otağı. Qeyd edim ki, hər yataq otağının daxilində sanitar qovşağı var. Bura yataq otağının daxilində olan sanitar qovşaq. Və bura isə növbəti yataq otağı. Və bu yataq otağının da daxilində özünün sanitar qovşağı var. Və hər yataq otağının qarşısında eyvanı var. Bir daha qeyd edim, Həsəmən rayonu Royal Park yaşayış kompleksi. Burada 2 mərtəbəli 140 kvadrat metrlik təmirli bu ev satılır. Bura həm yaşayış, həm də investisiya üçün yaxşı əlverişli bir variantdır. İcarəyə vermək mümkündür.